Qardaşlardan xahiş edirəm ki, bu hekayəni şəriətən himayələrində olan hər kəsə çatdırsınlar. Amma bunu zorla etməyin. Bacınızı, qızınızı və ya həyat yoldaşınızı məcbur tutub gəl, qulaq as deməyin. Bunu nəsihət və ibrət olsun deyə mülayim bir üslubla edin. Bu hekayənin mənbəyi mənim yanımda işləyən və hələ də işinin başında olan meyit yuyan qadınlardan biridir. Səsi telefonumda yazılıb, gizli çəkməmişəm, özünə dedim. Filan kəs, səsinizi yazacağam. Dedi, yaz, kim istəyir eşitsin, amma mikrofona ictimai yayım üçün qoyma. Yəni, təsdiq istəyənlər üçün qeyd etdim. Qardaşlar, hekayə xəyal ediləcək şeydən daha qəribədir. Şeyx, sən qadınların hekayələrini hardan bilirsən? Mən qadınları yumuram, xeyr. Mən qadınları yumuram. Qadınların hekayələri mənə yuyucu qadınlardan, qəssallardan gəlir. Bəziləri çəkinir, danışmır. Elə yuyucular var ki, 20-25 ildir bu işdədir, amma ya qorxudan, ya da ölünü biabır etməmək üçün danışmırlar. Mən ona dedim ki, at çəkmədən sadəcə nə baş verdiyini de. Baxın, bu qəribə hekayəyə. Yuyucu qadın mənə zəng edib dedi, mənə Qızılay paradan bir həkim gətirin, təcili həkim lazımdır. Dedim, niyə? Dedi, mənim yanımda diri bir ölü var, onu yuya bilmirəm. Dəfn icazəsi var, ölüm kağızı var, amma yuya bilmirəm. Dedim, qızları oradadırmı? Dedi, hə. Qızını telefona istədim, qız ağlayırdı, anası haqqında danışa bilmədi. Yuyucu qadın dedi, şeyx, sənə deyirəm, mən diri adamı yumuram. Bu danışığı qeyd etdim. Sonra mənə mesajla təfərrüatı göndərdi. Şeyx, bu ölü nə kökdür, nə də ağır. Mən köməkçim, 2 qızı və 2 bacısı, cəmi 6 nəfər onu qaldırıb yuma taxtasının üstünə qoya bilmədik. Necə yəni? Maşını çevirən 6 nəfər bunu qaldıra bilmədi. Dedim, bəlkə üsulu bilmirlər. Bilirlər kəfəni boynunun, belinin və ayağının altına salıb qaldırmaq lazımdır. Amma tərpədə bilmədik. İkinci məsələ. Yuyucu deyir. Şeyx, üstünə örtüyü saldım və təmizlincəyə başlamaq istədim. Suyu gətirib tökmək istəyəndə o əli ilə kranı və ya yuyucunun əlini tutdu. Dedim, ay filan kəs, başqa söz danış. Dedi, Allaha and olsun ki, suyu yaxınlaşdıran kimi bədənində heç nə tərpənmir. Ancaq əli qalxıb kranı tutur. Mən diri adamı yumaram, buraxın məni. Həkim gəldi, müayinə etdi və dedi, bu qadın tarixli və sənədli şəkildə ölüdür. Yuyucu dedi, mən onu yumuram. Dedim, sən küncdə otur qızlarına de, qoy onlar yusunlar. Böyük qızı əvvəldən ağlayırdı. Anasını qaldıra bilmədiklərini görəndə dözmədi, gəlib yuyucunun yanına oturdu. Yuyucu soruşdu, anan nə edib? Hara gedir? Dostları kimdir? Hardan gəlir? Nə cavab gözləyirsiniz? Qız Məkkə ləhcəsi ilə dedi, sənin nəyinə lazımdır? Biz səni bura yummağa gətirmişik, istintaq aparmağa yox. Yuyucu mənim öyrətdiyim kimi dedi. Şeyx deyir ki, əgər səbəbini deməsəniz, biz də ibrət almasaq, bu günah qiyamət günü sənin boynunda qalacaq. Bu söz qıza təsir etdi. Dedi, səbəbini deyim, anam namaz qılır, oruç tutur, bizimlə yaxşıdır, hər şey yerindədir. Amma onda zərrə qədər noxud boyda bir xasiyyət var idi. Yuyucu soruşdu, o nədir? Dedi, anam. Söz gəzdirməyi, nəmmamlıq, qeybəti və ara vurmağı sevirdi. İş o yerə çatmışdı ki, dəvət olunmadığı toylara belə gedərdi. Bilirdi ki, Həlimə və Salihə o toydadır və aralarında problem var. Gedib Həliməyə deyirdi ki, Salihə sənin haqqında belə-belə dedi. Sonra Salihəyə gedib deyirdi ki, Həlimə sənin haqqında belə dedi. Məqsədi onları bir-birinə vurmaq idi. Evə qaydanda isə sevincdən zığlıq çalırdı, qışqırdı. Deyirdik, ana haramdır etmə. Deyirdi, sizin işiniz deyil. Biz ona kasetlər gətirdik, şeyxləri dinlətdirdik, amma xeyri olmadı. Ən sonda iş o yerə çatdı ki, öz oğulları və qızları qardaşlar arasında ara vurmağa başladı. Məsələn, qızına deyirdi, bugün toya gedirsən, atan sənə niyə 200 manatlıq paltar aldı, amma Xədicəyə 2000 manatlıq. Niyə qardaşın Məhəmmədə Honda aldı, amma Abdullaha Lexus. Axırda hamını bir-birinə vurdu. Övladlar yığışıb dedilər ki, anamıza bir çarə qılmalıyıq, bu vəziyyət belə davam edə bilməz. Adımız pisə çıxıb biabır olmuşuq. Hamı məhəllədə bizi barmaqla göstərir. Uşaqlar yığışdı, anaya dedilər ki, biz bu məhəllədən köçməliyik, nüfuzumuz, hörmətimiz yerlə bir olub. Bilirsiniz, ana nə dedi? Allaha qarşı təkəbbür göstərdi. Övladları ona, bu etdiklərinə görə Allah səni hesaba çəkəcək, dedilər. Oğulları dedi,
Biz səni mühakimə etmirik, sən bizim anamızsan, sadəcə xatırladırıq. Ana dedi, məni kim hesaba çəkəcək? Dedilər, Allah Teala. Bilirsiniz, nə cavab verdi? Dedi, bilirsiniz ki, məni Allah hesaba çəkəcək? Onda sizin nə işinizə qalıb? Mən və Allah haqq hesab çəkərik. Sanki Əstəğfirullah qardaşı və ya bacısı ilə haqq hesab çəkəcəkmiş kimi danışdı. Qardaşlar, and olsun ki, başıma çox belə hadisələr gəlib. Allahdan dünya və axirətdə gözəl sonluq diləyirəm. İştirakınıza və dinlədiyinizə görə təşəkkür edirəm. Çox uzatmaq istərdim, amma vaxtım məhduddur. Allah bu əməli öz rizasından ötürü xalis etsin.